Salam, yeni vlogumuza xoş gəlmisiniz. Aprel ayının 3-dən sizləri salamlayırıq. Hava o qədər gözəlləşib ki, çox şükür ki, havalar əladır. Biz demək olar ki, hər gün Mehri ilə hər günümüz həyatda keçir. Açıq havada onu yatızdırıram. Açıq havada oynayır. Belə. Mehri otları təmizləyəcək. Bura bax qızım. Neyinirsən? Get təmizlə. Dəymə. Yaxşı, dəymərəm. Yadınızdadırsa biz uşaq vaxtı bu güllərə arı gülü deyirdik. Çünki o güllərin üstündə ancaq arılar otururdu. Bu fəsillərdə. Belə oturub. Minnən. Tırtıyır. Şorlu ağzı ilə. Yeməyimiz hazır. Ona görə rahat formada düşmüşük. Tüpür ağzını açın. Tüpür. Simskan tüpür. Ay sağ ol. Oy, hanı. Oy, yəni hanı. Ay Allah maşallah, evin açarını tanıyır. Getdi. Hara gedirsən? Nədir o? Maşın. Gəl arzu tutaq. Bax, belə. Bu deyəsən çıxmadı. Özümüz çıxdıq. Ay! Nə yoxdur ki, da itardı. Ağaclara baxın, çiçəklərə. Bu montajsız vlog olacaq. Sadəcə təbiətin səsini dinləyin. Hadi can. Belə. Ayaqqabılara bax. Getdi. Get təmizlə ayaqqabılarını. Öyrətmişəm, gedir ora. Təmizlə. Getdi otluğa. Ay, oturduya bir başa. Dur ayağa aşkım. Dur. Dur evdə silərəm, eybi yox. Silir də diyor. Ay. Salam, hər vaxtınız xeyir olsun, dəyərli valideynlər. Xoş. Dinmə də, qoy səs atım. Dinmə, ha. Salam, hər vaxtınız xeyir olsun de. Bəs sən qoymursun axı mən səs atım. Bəh. Ne güzel. Bəh. Bir də oxu. Bir daha. Ama o ne Aferin. Bəh. Üstüne girmə. İşte güneşte oyna bak, güneşte. Değme niye? Anne o? Anne
Arı. Bugün 7 aprel. Saat 12. Kuşların səsini sadəcə dinləmək insanı sakitləşdirir. Bəbəşinə su istəyir. Hə, götür su ver bəbiyə. Bax. Bir də. Ya, sən də puf elə. Aferin sənə. Bir də mən də eləyim. Eləyim mən də ömrüm. Oy. Hardadır? Bir daydı. Oy. Körpəm, bəbəsiylə. Son. Əllərdə sol cibivə, hə, lovğalıq elə. Aferin qızım. Son.